Salamlayıram sizi, dəyərli müəllimlərimiz. Yenidən sizə sertifikasiya müsahibə hazırlığı üçün izahımızı təqdim edirik. Bu izah yenidən bildirirəm ki, MIQ müsahibəyə hazırlaşanlar üçün də effektiv olacaq. Birinci sualımız belədir. Formativ qiymətləndirmə düzgün təşkil edilməzsə nə baş verər? Formativ qiymətləndirmə əvvəlcə deyək ki, ən uzun müddətli qiymətləndirmədir. Şagirdi inkişafa aparan bir qiymətləndirmədir. Şagirddə təkcə mövzunun mənimsənilməsinə yox, həmçinin də digər bacarıqları, səriştələri özündə formalaşdırmasına gətirib çıxaran bir qiymətləndirmədir. İndi biz deyək ki, formativ qiymətləndirmə düzgün təşkil edilməzsə, şagird inkişafdan qalacaq, mənfiliklər getdikcə çoxalacaq, yəni öyrənmədə boşluqlar yaranır, dərinləşir və getdikcə şagird zəifləyir və bu da potensial səviyyənin aşağı enməsi deməkdir ki, inkişaf yönümlü pedaqoji tələbi pozulacaq və formativ qiymətləndirmənin düzgün təşkil edilməməsinin nəticəsini görəcəyik ki, şagirdlər zəif nəticələr göstərəcək. Bir var formativ rəy, bir var summativ rəy. Formativ rəy, görürsünüz nə deyirik? İnkişafa yönəlikdir. Şagirdin daha yaxşı təkmilləşməsi üçün, səhvləri bir daha etməməsi üçün istiqamət verən bir rəydir. İnkişafa yönəlir. Lakin summativ rəy alınan nəticəyə yönəlir. İnkişaf önəmli hesab edilmir. İkinci sual. Hansı təlim üsullarından istifadə edirsiniz və nə məqsədlə? Əlbəttə ki, şəkildə hansısa texniki sözlərdə səhv olsa, üzrlü hesab edərsiniz, çünki sırf olaraq, yəni yazı ilə hazırlanmayıb. Əsas izahıma diqqət yetirin. İzahımızda bunu qeyd edəcəm ki, vacib olan məqam budur ki, biz hansı iş üsulundan istifadə ediriksə, əlbəttə siz müsahibədə də icmalda bu iş üsullarına rast gələcəksiniz. Hər birinin hansı məqsədlə istifadə edilməsini bilməlisiniz. Məsələn, beyin həmləsi. Şagirddə müstəqil düşüncə formalaşdırmaq üçün, şagirdlərin də məntiqi, yaradıcı, tənqidi təfəkkürü formalaşdırmaq üçün, onların sərbəst öz fikirlərini, təkliflərini, ideyalarını toplamaqdan ötəri, yeni mövzu ilə bağlı düşüncələrini öyrənməkdən ötəri reallaşdırdığım bir iş üsuludur. Və yaxud da deyək karusel, yoldaş qiymətləndirməsi məqsədi ilə aparıram, bir-birindən öyrənirlər, bir-birlərinə rəy vermə qabiliyyətləri formalaşır və həmçinin də burada yoldaş qiymətləndirməsi baş tutur ki, bu da qarşılıqlı əməkdaşlığın əsasını qoyur. Qarşılıqlı qiymətləndirmə başqadır, qarşılıqlı əməkdaşlıq tamam başqadır. Və həmçində bir şey qeyd edim ki, qarşılıqlı qiymətləndirmə bir-birini qiymətləndirməkdir. Amma yoldaş qiymətləndirməsində biri digərini, digəri o birini, yəni 1, 2-ni, 2, 3-ü, 3, 4-ü qiymətləndirir. Qarşılıqlı qiymətləndirmədə isə 1, 2-ni, 2 də 1-i qiymətləndirir. Bax, belə bir nümunə göstərim. Və həmçinin də biz hansı iş üsulunun adını çəkiriksə, məsəl üçün 4M1KH Kipling metodu. Ünsiyyət texnikası qızıl dairə idi, suallar texnikası 4M1KH-dır. Düzdürmü? Kipling metodudur. Qızıl dairədən istifadə edirəm ünsiyyət yaratmaları üçün, oxuyub anlama, dinləyib anlama üçün, danışmaq üçün, layihələrin hazırlanması üçün. Eynisini biz Kipling modelində də söyləyə bilərik. Amma Kipling modeli sırf suallar üzərində qurulur. Suallar vasitəsilə hər hansısa bir mövzunun, hadisənin anlaşılmasıdır, tam mənimsənilməsidir. Qızıl dairə isə ünsiyyəti təmin edərək daha çox şifahiliyə önəm verir. Belə. Keçid alırıq üçüncü sualımıza. Alt standart hansı əhəmiyyətə malikdir? Alt standart ən vacib olan standartlardan biridir, çünki təlimin bütünlüklə təşkil edilməsinə şərait yaradır. Gündəlik planlaşmanın aparılmasını təmin edən bir standartdır. Dövlətin qoyduğu minimum standartdır, yəni ən kiçik. Və biz deyirik ki, şagirdlərin bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Summativ qiymətləndirmənin aparılmasını təmin edir. Və bununla yanaşı, hətta 4 dənə əsas funksiyası ilə bütün təlimi əhatə edir. Birinci funksiyası təlim məqsədlərinin dəqiq müəyyən edilməsi. İkinci funksiyası təlim strategiyalarının düzgün seçilməsi. Üçüncü strategiyası təlimdə inteqrativliyin yaradılması. Dördüncü funksiyası isə təlimin davamlı inkişaf etdirilməsidir. Təlim strategiyaları deyəndə yadda saxlayın ki, iş üsulu, iş forması, metod, texnikalar nəzərdə tutulur. Təlim məqsədi isə alt standartdan çıxarılır.
Biz bəzən alt standartın özünü təlim nəticəsi kimi götürə bilərik. Amma nə zaman? Əgər alt standart sadədirsə, başa düşüləndirsə, anlaşılandır, ölçülə biləndir, biz bu zaman alt standartı təlim nəticəsi kimi götürərik. Təkmilləşdirilmiş kurikuluma əsasən. Amma alt standart mürəkkəbdirsə, biz ondan təlim nəticəsi çıxarıb bu şəkildə təlimimizi qurmağımız daha məsləhətdir. Keçid alırıq digərinə. 4-cü sualımız. Sizin fikrinizcə təlim formalarından hansı daha effektivdir? Bizim 4 dənə təlim formamız var. İş formaları. Fərdi, cütlərlə, qrupla, kollektiv. Fərdinin öz yeri var, şagird özünü qiymətləndirir, mənfi müsbətlərini üzə çıxardır, özünü qiymətləndirmə aparır, refleksiya aparır. Cütlərlə bir-birindən öyrənirlər, yoldaşlıq baş tutur, yoldaş qiymətləndirməsi olur, rəy vermə qabiliyyəti formalaşır. Qrupla birgə öyrənmə daha geniş əhatə alır, yoldaş qiymətləndirməsi daha geniş əhatə alır və həmçinin də burada liderlikdir, komandanı irəli aparmaq bacarıqları da özündə formalaşdırır. Kollektiv isə bütün siniflə işdir, birgə fəaliyyətdə birləşmədir. 4 dənə iş formasının hər birinin özünə görə müsbətləri var. Ona görə də biz tədris ili boyunca 4 iş formasının 4-ündən də mütəmadi istifadə etməliyik. Amma daha effektiv sayılanları kurikuluma əsasən cütlərlə və qrupladır. Niyə görə? Çünki bir-birindən öyrənmə, əməkdaşlıq, ünsiyyət, yoldaş qiymətləndirməsi, rəy vermə bacarığı bir çox bacarıqları əhatə etdiyi üçün hər ikisi daha effektiv götürülür. Yəni cütlərlə və qrupla. Və sonuncu sualımız verilib burada. Sertifikasiya müsahibədə cavablarınızı necə təqdim edirsiniz? Cavablarımızı təqdim edərkən aydın şəkildə. Mən buna deyirəm spesifik, dəqiq, düzgün, aydın. Və həmçində deyim ki, bu dəqiq, düzgün, aydın, konkret şəkildə deyəndə biz qısa nəzərdə tutmuruq. Elə suallar var ki, ona ətraflı cavab verməliyik, izah etməliyik. Bəzən deyirlər, mənə 2 sual verdilər, mən müsahibədən keçdim, amma mənim müəllim yoldaşıma 4 dənə sual veriblər, onu müsahibədən kəsdilər və yaxud o məndən daha az bal topladı. Axı ona daha çox sual vermişdilər. O sualların sayının artmasının səbəbi ondan ibarətdir ki, biz artıq illərdir bu prosesi izləyirik və görürük. Müəllimlərimiz də bu haqda məlumatlar verirlər. Ona görə sualların sayı artır ki, görəndə ki, müəllim bir suala ətraflı cavab verə bilmir, onlar keçid alırlar 2-ciyə, sonra 3-cüyə. Şans verirlər o anda ki, müəllim özünü tam şəkildə təqdim edə bilsin. Ola bilər biraz həyəcanlıdır, ola bilər unudub, ola bilər biraz beyin yorğunluğu var ki, əlbəttə bu hazırlaşır, yorulur, özünü itirə bilər, diqqətsizlik ola bilər, yaddaşsızlıq ola bilər ki, o özünü tam ələ ala bilsin. Buna görə də çalışın, konkret şəkildə deyəndə, yəni orada faktları düzgün şəkildə vurğulayın. Dəqiq, düzgün, aydın şəkildə göstərin. Sadəcə söz yığınından ibarət cavab yox, əksinə ətraflı və konkret cavablar vermək daha gözəl olardı. Və həmçinin də səlis nitqiniz vacib ön plandadır. Ləhcə ilə danışmaq müsahibədə bir o qədər yaxşı qəbul edilmir. Nə qədər ləhcəmizə də diqqət yetirsək, çox gözəl olar. Hər birinizin ləhcəsi şirindir, Azərbaycanın bütün bölgələrini. Lakin bir müəllim olaraq biz ədəbi dildə danışmalıyıq. Öz ləhcələrimizi qoymalıyıq kənara bacardıqca. Əlbəttə ki, ləhcəni tərk etmək, kənara qoymaq çox çətindir hər birimizdə, amma bunu bacarmalıyıq. Ödənişli dərslərimizə qeydiyyatlar davam edir və özü hazırlaşmaq istəyənlər də münasib qiymətə materialları alıb özü də hazırlaşa bilər. Və dərslərimizdə sual-cavabdır, icmallara da köməklik ediləcək və həmçinin bütün materiallarla təmin olunursunuz. Həm fərdi şəkildə, həm qrupla. İstəsəniz, göstərilən nömrə ilə əlaqə saxlayaraq keyfiyyətli nəticə əldə edə bilərsiniz. Kanalımıza abunə olun, kanalımızı izləyin, bəyənin və hər gün əlbəttə sizin üçün izahlar çəkib paylaşacağıq.